Uşaqlarınızın gözü qarşısında mübahisə yaşadınız, aqressivləşdiniz, xoşagəlməz vəziyyət yarandı. Bəlkə də onların orada olmasını, qısılaraq, bir-birinə qısılaraq küncdə dayanıb sizi izləməsinin fərqinə belə varmadınız. Ya da düşündünüz ki, əşi, uşaqdılar, birazdan unudacaqlar. Amma təəssüf ki, yanıldınız. Uşaq nə vaxt valideynləri arasında olan münaqişəyə, problemə şahid olursa, onda yalnız bir fikir formalaşır. Yaxınlıq ancaq əsəb, ağrı və əziyyət verir. Və bu uşaqların da çoxusu böyüdüyü zaman ailə qurmaqdan və yaxud ciddi bir münasibət yaşamaqdan, necə deyərlər, qorxub qaçırlar. Bəs belə deyək, bu mübahisə istər-istəməz yaşanıb, artıq yəni nə bilərik? Bunu sual versəz mənə, bunu açıqlamaq istəyirəm təbii ki. İlk öncə onu bilin ki, bu münaqişə valideynlər arasında yaşanan, yəni ilk və son, yəni siz deyilsiniz, bu dünyanın sonu demək deyil. Yəni bu hər zaman olacaq, olur, normaldır. Amma sakitləşdikdən sonra uşağa yaxınlaşıb, ona nəvaziş göstərərək başa salmaq lazımdır ki, bu vəziyyətin sənə heç bir aidiyyatı yoxdur. Bu, ana və atanın, valideynlərin arasında yaranan bir problemdir. Sənin heç bir günahın yoxdur və bunun səninlə heç bir əlaqəsi yoxdur. Təbii ki, bu problemin, bu münaqişənin detalları ilə uşağı qətiyyən yükləməyin. Yəni bu maddi sorun problemə görə oldu, nə bilim, ona görə oldu, qaynana-qaynata münasibətinə görə oldu, nə anlaşılmazlıq, buna ehtiyac yoxdur. Yəni bu detallara uşaqları yükləmək vacib deyil və lazım da deyil. Sadəcə başa salın ki, böyüklər də səhv edə bilər, onların arasında da anlaşılmazlıq yaşana bilər. Amma biz özümüz valideyn olaraq bu problemi həll edəcəyik, yəni sən qətiyyən narahat olma. Belə, unutma ki, övlada, uşağa heç vaxt mübahisə etməyən, hər zaman sakit olan ideal valideyn deyil də, bu münaqişə yaşandıqdan sonra barışan, bir-biri ilə yəni bu problemi, küsülülüyü uzatmayan və daha sonra o sevgini, o mehribanlığı bir-birinə uşaqlarının gözü qarşısında göstərən ana və ata, yəni valideynlər lazımdır. Belə.